Assalamu alaykum Farabi Tor dərsxanasının hörmətli görmənləri, imiş vaxtınlar xeyirlik olsun. Bugün hazırki zaman Uyğur dil dərsimizin 57-ci dərsini ötdüyümüz. Ötən saatlik dərsimizdə morfologiyanın ən axırki bölümü olan yardım sözləri haqqında toxunub ötkendik. Bugünkü dərsimizdən başlap qrammatikinin ikinci bölümü olan sintaks haqqında toxunub ötdüyümüz. Bugünkü dərsimiz bolsa sintaksının ən mühim tədqiqat obyektlərindən biri olan söz birikmesi haqqında boludu. Bugünkü dərsimizi başlaşdan burun ötən saatlik dərsimizin axır sorab ötən tövəndəki iki sualımızға qısqa cavab verib ötəylik. Birinci, yardım sözlər məna cəhət xüsusiyyəti və qrammatikалық rolu boyunca qaysı türlərə ayrılır? Bu sualın cavabı Uyğur dilindəki yardım sözlər məna cəhət xüsusiyyəti və qrammatikалық rolu boyunca yüklümələr, bağlığıcılar və tirkəlmələr deyəndək üç türə ayrılır. İkinci sualımız bolsa yüklümə deyən nəmə? Yüklümə deyinimiz sözlərə, söz birikimlərə yoki cümlələrə qoşulub sual, təkidləş, guman, yalvarış qatarlıq qoşumcu məna bildirdiyi yardım sözlər yüklümə deyilir. Bu sualların cavabını texmo təfsili bilməkçi bolsanlar, ötən saatlik dərsimizin qaydadan görüb çıxışınlarını tavsiyə qılımən. Əmdə bugünkü dərsimiz gəlsək, bugünkü dərsimizdə ən avval sintaks haqqında qısqa düşüncə verib ötdüyümüz. Ondaqda sintaksının tədqiqat obyekti nəmə? Sintaksiz til ilminin mühim tərkibi qismi, sintaksiz turaqsız söz birikmesi və cümlə asıl qılış usullarını, cümlədəki sözlərin bağlanışı və münasibətlərini, addi cümlənin mənasına və tüzülüşünə əsasən türgü bölünüşünü, cümlə böləkləri, mürəkkəb cümlə və onun türlərini, şundaqla cümlədəki tiniş bəlgələrinin işletiş qaydaları qatarlıqlarını özünün məzmuni və tədqiqat obyekti qılıdır. Bunun üçün əvvəl sintaksının ən mühim tədqiqat obyektlərindən biri olan söz birikmesi haqqında toxunub ötdüyümüz. Söz birikmələrini turaqlıq söz birikmələri və turaqsız söz birikmələri deyə ikiyə ayırğandıq. Bunun üçün turaqlıq söz birikmələri leksikinin tədqiqat obyekti kirətdi və turaqsız söz birikməsi bolsa sintaksının tədqiqat obyektiga kirdi. Ondaqda turaqsız söz birikməsi degan nima? Turaqsız söz birikməsi söz bilan sözün birikişindən asılı boladigan, sözdən çoğ, cümlədən kiçik bolğan qrammatikалық birlik turaqsız söz birikmesi deyilir. Məsələn, ayal doktor, üç adam, gözəl təbiət, çiraylıq yazmaq, şu yer, simsim yağmur, heyli gəlgən, öydən gəlmək, tuman qaplamaq, turar joy, yazğan xət, köçürüb yeziş, oqulu barmaq, çay içmək, pakar və oruq, alqancılıq yer, vətən üçün, sizinə də 2 qətim, 5 kilo, bir qatar qatarlıqlarının həmmisi turaqsız söz birikmələri kirdi. Yuqorida görüb çıxdığımızdək sözlərinin birikişindən asılı bolğan söz birikmələrinin tərkibləri otururuz qrammatikалық münasibətə sintaksik münasibət deyimiz. Və sintaksik münasibət bolsa öz içindən müstəqil, müstəqillik münasibət və müstəqil əgəşmilik münasibət deyəndək iki türə ayrılır. Bunun içindən müstəqil, müstəqillik münasibət deyinimizdə müstəqil sözlər bilən müstəqil sözlər otururuz münasibətini göstərir. Müstəqil əgəşmilik münasibət bolsa müstəqil sözlər bilən əgəşmi sözlər otururuz münasibətini göstərir. Yəni müstəqil sözlər bilən yardımcı sözlər otururuz münasibətini göstərir. Əmdə turaqsız söz birikmələrinin türlərini görüb çıxsaq, turaqsız söz birikmələri təşkil qılğıcı tərkiblərə əsasən müstəqil sözlük söz birikməsi və yardım sözlük söz birikməsi deyəndək iki türə ayrılır. Müstəqil sözlük söz birikməsi degan vaqtda iki yoki ikkidən artıq müstəqil sözün müəyyən sintaksik münasibəti birikişidən hasil bolğan, sözdən çoğ, cümlədən kiçik bolğan qrammatikалық birlikni göstərir. Məsələn, yağmur yağmaq, kesəkdam, köpkük asman, xotan qaşteşi, turar joy qatarlıq söz birikmələri müstəqil sözlük söz birikmələri kirdi. Yardım sözlük söz birikməsi degan vaqtda müstəqil sözlər bilən yardım sözlərinin birikişindən hasil bolğan söz birikmələrini göstərir. Məsələn, qələm bilən, vətən üçün, dərs doğruluq, bizə nisbətən, kitab arqılıq, seni dəb degəndək müşxil, müstəqil sözlər bilən yardım sözlərinin birikişindən hasil bolğan söz birikmələri yardım sözlük söz birikmələri kirdi. Müstəqil sözlük söz birikmələrinin tüzülüş bolsa tövəndəkiçi buluduq. Qurulmuş cəhətini elib etdiyi vaqtda müstəqil sözlük söz birikməsi 2 yoki 2-dən artıq müstəqil sözünün müəyyən sintaksik münasibətdə birikişidən asılı buludu. Ondaqda qaysı xil sintaksik münasibətlərdən asılı buludu? Birincisi, təndaşlıq münasibətdən asılı buludu. Məsələn, örümçü bilən Qəşqər, egiz həm oruq, sən və mən deyəndək
Muşu söz birikmelerini teşkil kılgan sözler özara tengdaş buludu. Yani örümcü bilen kaşkar. Örümcü bilen kaşkar okşaşla isim söz türkümü kirdi. İgiz ve oruk okşaşla süpet söz türkümü kirdi. Sen ve men bolsa alma söz türkümü kirdi ve özara tengdaş münasebetli buludu. Egi haberlik münasebettin hasıl buludu. Mesela kar yağmak, bahar gelmek, gepicik degandek müşeriki kar igi bolsa yağmak haber, bahar bolsa ige, kelmek bolsa haber, gibi bolsa ige ve cih bolsa müşeriki haber hesaplandı. Toldurguculuk münasebettin hasıl buludu. Mesela vatanını söylemek, tamak yemek yaki tamakını yemek, kitap okumak yaki kitabını okumak, eniqlanğıcılıq münasibəti nasib boludu. Məsələn, akamның öyi, mening kitabım, egizbeyna degəndək eniqlanğıcı və eniqlanğıcılıq münasibəti nasib boludu. Halət xəbərlik münasibəti nasib boludu. Məsələn, köçürüb yazmaq, aləmdən ötmək, öyгө barmaq, yəni körüb çıxınımızdək müşəriki köçürüb, aləmdən, öyyə degəndək sözlər axırda gəlgən yazmaq, ötmək, barmaq qatarlıq feillərinin, yəni xəbərlərinin halıtı olub hesablanıdı. Müstakil sözlük söz birikmeleri yana öz içinden kurulma alaylık asasen addi söz birikmesi ve mürekkep söz birikmesi degandek iki türge ayrıldı. Bunun içinden addi söz birikmesi işkil müstakil söz tüzülgen turaksız söz birikmesini gösteriyor. Mesela okutuş binası bu cümledeki okutuş binası addi söz birikmesi kirdi. Yani işkil müstakil sözün tüzülgen turaksız söz birikmesi. Taş östen mahallenin yukarı tarafında bu yerdeki taş östen okşaşla addi söz birikmesi kirdi. Bugünkü ders çoğun zalda ötküzüldü. Bu cümledeki bugünkü ders addi söz birikmesi ve çoğun zalda yani çoğun zal bu okşaşla addi söz birikmesi. Hem de mürekkep söz birikmesini görüp çıksak, mürekkep söz birikmesi degenimiz 3 yoki 3'ten artıq müstakil sözün tüzülgen söz birikmelerini gösteriyor. Mesela kapak direktüvde ikiz boyluk bir kişi duradi. Bu cümledeki kapak direktüvde yani kapak direktüvi 3 müstakil sözden tüzülgen mürekkep söz birikmesi kirdi. Egiz boyluk bir kişi bu mu okşaşla 4 müstakil sözün tüzülgen mürekkep söz birikmesi kirdi. Közler külüp durgan omaq ballar içimni ısıttı. Bu cümledeki közler külüp durgan omaq ballar okşaşla mürekkep söz birikmesi kirdi. Mürekkep söz birikmelerini öz için yana addi söz birikmelerge ayrışığı boludu. Müstakil sözlük söz birikmelerini görüp çıktık. Hem de yardımcı sözlük söz birikmelerini görüp çıkımız. Yardımcı sözlük söz birikmesinde muayyen bir yardımcı söz yoki yardımcı söz rolü kelgen sözler şu söz birikmesinin şekil cihetlik alameti hesaplanıdı hem ularning şu söz birikmesiki orni muqim boludu. Yardımcı sözlük söz birikmesi öz içinden isim tirkelmelik söz birikmesi, deplik söz birikmesi ve san miqdarlıq söz birikmesi degandek 3 türge ayrıldı. Bunun içinden isim tirkelmelik söz birikmesi degan vaqtimizda müstakil söz bilen tirkelmenin birikişinden hasıl bolgan söz birikmesi gösteriyor. Mesela kalem bilen, vatan üçün, kitap doğruluk, bizge nisbeten, sözge qarta qatarlıq söz birikmeleri, isim tirkelmelik söz birikmeleri kirdi. Hem de deplik söz birikmesini görüp çıksak, deplik söz birikmesi cümlenin dep reviş bilen birikişi nasip bolgan birikmini gösteriyor. Deplik söz birikmesi cümlede peylden tüzülgen haber bilen bevosita sintaksik münasebet hasıl qilsa cümlede halet bolup keladi. Mesela o çeyini qiynoqkan deb ichmidi. Anam shuncha uzun yo'lni meni deb keldi. Bu cümlelerdeki qiynoqkan deb, meni deb degandek birikmeler deplik söz birikmelari kiradi ve bu cümlede halet vazifasi kelgan. Endi san miqdarlıq söz birikmesini görüp çıksak, sanlarning miqdar sözler bilen birikishi nasip bolgan birikmini gösteriyor. Mesela 2 tal depter, 4 quta hasal, 2 qitim barmaq, 5 minut dam almaq degan birikmelerdeki 2 tal, 4 quta, 2 qitim, 5 minut degandek birikmeler san miqdarlıq söz birikmelari kirdi. Yani bu yerdeki miqdar sözler yardımcı söz rolü kelgan. Miqdar sözler leksiklik ma'niga ega, ammo öz aldığa cümle bölük bolup kelinmaydiganligi uchun, yani bu yerda yani son miqdorliq söz birikmesida yordamchi söz rolü kelgan. Bugünkü dersimizin en ahırda son miqdorliq söz birikmesinin cümlelik rolünü görüp çıkımız. Birinci son miqdorliq söz birikmesi cümlede ege yoki to'ldirg'uch bilan bevosita aniqlovchi, aniqlang'uchlik munosabatni hosil qilgan vaqtda cümlede aniqlovchi bo'lib keladi. Masalan, akam bir o'ltirishida 2 taxit lag'man yeb bo'ldi. Bu cümledeki 2 taxit degan son miqdorliq söz birikmesi lag'man degan to'ldirg'uchini aniqlab kelgan.
Bugünkü fəaliyyətə 3 sinif oxucu qatnaşdı. Bu cümlədəki 3 sinif degan son miqdarlıq söz birikmisi oxucu degan egini aniqlab kelgan. İkinci son miqdarlıq söz birikmisi cümlədə fe'ldən tüzülgən xəbər bilan bevosita sintaktik münasibətdə bolsa, cümlədə halət vəzifəsi keldi. Məsələn, Alim Türkiye'de 5 yıl okudu bu cümledeki. 5 yıl degan son miqdarlıq söz birikmisi bu cümledeki fe'ldən tüzülgən xəbər, yəni okudu degan xəbər bilan bevosita sintaktik münasibət o'rnatgan və bu cümlədə halət vəzifəsi kelgan. Bu kitabni 5 qitim o'qib chiqdim. Bu cümlədən o'xshashla 5 qitim degan son miqdarlıq söz birikmisi o'qib chiqdim degan fe'ldən tüzülgən xəbər bilan bevosita sintaktik münasibət o'rnatgan və bu cümlədə halət vəzifəsi kelgan. Üçüncü, son miqdarlıq söz birikmisi yana ba'zida cümlədə ega və xəbər bo'lib keladi. Məsələn, 100 ming dollar az pul emas. Bu cümlədəki 100 ming dollar degan son miqdarlıq söz birikmisi bu cümlədə ega vəzifəsi kelgan. 1 kilo unning bahası 20 lira. Bu cümlədə 1 kilo degan son miqdarlıq söz birikmisi bu cümlədə ega vəzifəsi kelgan və 20 lira degan son miqdarlıq söz birikmisi bo'lsa, xəbər vəzifəsi kelgan. Bugünkü dersimizin ahırı geldik. Dersimizin ahırda bu dersimiz münasebetlik bolgan tövəndəki iki sualını sorab ötümüz. Birinci, turaqsız söz birikmisi bilan turaqsız söz birikmisining farqı nima? İkinci, murakkab söz birikmisi degan nima? Bu suallarning javobini YouTube videomuzun astidagi inkas qismiga yoki Instagram hesabimizning DM qismidan uchirib avasanlar bo'ladi. Undaqda keyingi soatlik dersimiz görüşəylik. Görüşkiç aman bolinglar. Xeyr xoş.